dinin bütün təlimlərinin, mövzularının əhatəsi, hamısı bu üç mövzudan birindədir. Ya əqidə ilə bağlıdır, ya əməllə bağlıdır, ya tərklə bağlıdır. Bir nəfər gəldi İmam Baqir əleyhissalamın yanına. Quran-ı Kərimin öz dili var. Quran-ı Kərimi başa düşmək üçün ancaq ərəb dilini bilmək kifayət eləmir. Əgər belə olsaydı, elə ərəb özü yaxşı başa düşərdi Quranı. Və ərəb dilini bilib Quranı tərcümə edə bilmək xüsusi bir fəzilət üstünlüyü deyil. Gəldi, Quranda bir ayə var. Zahirən ayəyə belə üzdən baxsan, çox sadə bir ayədir və başa düşülməsi də üzdən baxanda çox çətin bir məsələ deyil. Buyurdu, Quranda belə bir ayə var. Allah buyurur ki, فَلْيَنْزُرُ الْاِنْسَانُ اِلَى تَعَامِهِ. İnsan gərək təamına, yediyinə diqqət eləsin, fikir versin. İnsan gərək yediyi şeyə fikir versin. Ərəbə bu ayəni başa düşmək çətin deyil. Yəni, ərəb bunu sadəliklə başa düşür. Gəlib İmam Baqir əleyhissalamın yanına deyir ki, burada Allah nə demək istəyir? Buradakı təamdan məqsəd nədir? İnsan gərək təamına fikir versin. Təam, yəni o yeyib içdiklərimizdən söhbət gedir, yoxsa başqa şeydir? İmam buyurdu ki, təamdan məqsəd əqidə və elmdir. İnsan gərək əqidəsinə fikir versin. İnsan gərək elminə fikir versin. Hər kəsdən elm öyrənməyəsən. Hər kitabı oxuma. Hər danışana qulaq asma. Hər kəsdən elm öyrənsən, ruhuvun təamı, ruhuvun qidasında, necə ki, insan bədənində yeməyini qarışdıranda bədən nasazlaşır və yaxud biraz vaxtı keçmiş yeməyi yeyərsən, zəhərlənərsən, ağrıların başlayar, pis vəziyyətə qalarsan, elmlər də belədir. İnsana lazım olmayan elmi insana yükləsələr, insanın ruhu zəhərlənər. Hər kəsdən elm almayasan, hər söhbət qulaq asmalı deyil axirət zamanda, qeybət dövründə. Hər Allahdan danışan insanı Allaha tərəf aparmır. Bu zamanda gərək qeybət dövründə imamı gözləyənlərin gözü açıq olsun, uzaq görənliyi olsun, bəsirət olsun. Hər şirin danışanın danışığı şirin deyil. Necə ki, Quranda Allah münafiqləri vəsf eləyəndə demir ki, bunlar acı dili idilər. Demir ki, bunlar çobudu idilər. Deyir ki, bunlar zahirən elə danışarlar, o qədər şirin danışırlar ki, insan deyir, bundan yaxşı danışan olar görəsən. Bunların xüsusiyyəti belədir. Münafiqin xüsusiyyəti belə olur. Zahirdə o qədər cazibəli danışır ki, heyran qalırsan danışığına. Allah Peyğəmbər deyir, onların danışığına fikir vermə ya. Onların danışığı, üslubu şirindir, amma yaxşı şeylərə, yaxşı tərəfə istiqamət vermirlər. Gərək uzaq görənliyi olsun insanın. Kimə qulaq asır, nəyə qulaq asır, hansı kitabı oxuyur, hansı mövzunu oxuyur, bunlar çox mühümdür. Bunlar hamısı ruhun təamı, ruhun qidasıdır.